vurdular. İşlemeyecek, köməyə qədər. Mənim anne. Bizim uşağımız bugün 2 şagirdin başına oynadı. Kapı bağlayıp sular kaçlarıyla. Nefesini yoldaşı kullanmanın bir bazen attı. Ciddi görmek lazım. Bu uşağın dediği hiçbir normal değil. Sən neynəmirsən? Yaxşı müəllim, buna bir tədbir görüləcək. Atası gəlsin evə. Gəlsən arma. Dayan görüm baba. Dayan. Nerem sen? Heç nə ata, ana saçı fenliydi. Saadətin saçı nəvliydi, onu gördüm. 1000 dəfə sənə demişəm ki, bu uşağın yanında farmazonluq eləmə. Saçını qurutmuyor lan. Əş bu sən süpürgə yaxşıyan saçın kimə lazımdır? Ha? Kimə lazımdır? Yaxşı. Başqa nə eləmirsən? Heç nə ata, sən keçən dəfə mənim pəncərimdən tutub göyə qalırdın. Mən də oyun oynayım. Buna bax, gördün. Uşaq, sən nə edirsən uşaq ondan götürür. Səndən götürür hər şey. Əş mən günahım nədir burada? Nümunə var da sənə Görmüş, dur. Düşürmə, mən gətirirəm. Allahu Hazar Balladır. Bu nə? Ərəb dili geçsin məktəbdə. Yox ata, orada yazıb ki, Ərəb Xəzər sayılı balıq. Ay bala, bu nə tövbünən başa düşmədim. Yox ana, atan keçən dəfə Rüstəmə və telefona belə dedi. Abaq şabandan hava zıvır obol, gebəldirik balığı bığa. Aha. Yəni o deməkdir ki, axşama hazır ol balığa gedir. Sən gördün belə nümunə olursan da oğluna. Sən telefon götürüb verməsəydin, bugün o şikayətlər gəlməzdi. Əşi, ama sən də o telefonu istəyirsən məndən təzə telefon. Allah sən təzə telefon, o köhnə telefon verdi, uşaq Nə? Bu telefonu çox görsən, qonşunun ağzı. Ay Allah, nədir? Sən də ağzını düzgün verilməsən. Şəvəli maşın sürə bilərsən sən. Ay ata, nə qeyd edə bilmirəm axı. Bizə bir-birimizə qırdırtırırsan, nə qeyd alsan? Heç nə ata, elilə ki görmüşün altında sən odasan. Yoxsa mən də səni görüb götürdüyümlə qaldım. Yaman yerdə axşamladıq, yaxşı başlamışıq. Sözümüz yoxdur da. Dili sözsüz olan dəyərli insanlar, deməyə söz tapmayan Afaq xanım, Balakəndən belə sujet gözləyirdiniz, gözləmirdiniz. Mən sözləri aydın başa düşə bilmirdim. Mən də. Siz də? Hamımız. Alt yazı zəhmət olmasa sujetlərinizə yazın. Ümumiyyətlə, çox çikili çəkiliş idi. Yəni, biz o, düzdür, belə Hollywood filmlərində o kinolap deyilən bir şey var, amma orada da şüşədə də hamısı otaqda olanlar görsənirdi, kim vardı otaqda, kim nədir. Bu da məsuliyyətsizliyin bir Görünüşüdür. bəli. Fikir vermək lazımdır elə bir şeyə. Məğzdəki aydın məsələdir. Yenə uşaq evin güzgüsüdür. Yenə neçə vaxt ki, biz elə bu mövzuda belə videolar çox çıxıb qabağımıza ki, uşaq evdən gedir, məktəbdə eləyir. Nə bilim, zəif idi. Ayriz bəy, Balakənlə gediş-gəlin işiniz varmı? Olmuşsunuz Balakəndə? Yarışda olmuşam, amma belə getməmişəm. Getməmişsiniz. Və sujetini necə, bəyəndiniz? Məncə çox qarışıq və səliqəsiz idi. Yəni, bəyənmədim.